Mən üçüncü gün dua vaxtında idi, ya beşinci gün idi. Qardaşların bir neçəsi ilə, beşinci gün özü istəyirəm, bir neçəsi ilə bu haqda bölüşdüm. Mən elə yaşdayam ki, artıq nə atam var, nə anam var və onları itirmişəm. Təbii ki, insan yaxınlarını, valideynlərini tez-tez xatırlayır. Ancaq bu dünyada elə bir insan var ki, mən onu atamdan da, anamdan da, yəni itirdiyim qohumlarımdan da, dostlarımdan da ən çox yuxuda, röyada gördüyüm insan odur. Və demək olar ki, il ərzində bir neçə dəfə mən onu yuxuda görürdüm. Onun sağlığında və sonra o dünyasını dəyişdikdən sonra daha az yuxuda görməyə başlamışam. Və keçən həftə birinci gün, bazar gündən birinci günə keçən gün yenə də mən onu yuxuda gördüm. Bu mənim ilk ruhani müəllimim, bu mənim ilk pastorum, pastor Sarıdır. Və bu bəzi qardaşlarla söhbət etdikdə bu təkcə məndə baş vermir, onların da həyatında bu baş verir. Onlar deyirlər, bizim də yuxumuza çox tez-tez gəlir və biz də onu hamıdan çox görürük və müəyyən bir zaman mən təbii ki, düşünürdüm bu haqda və fikirləşirdim ki, onun sağlığında yuxuda görmüşəmsə, gedim onunla görüşüm, müəyyən bir zaman keçirdim. Lakin demək olar ki, hər dəfə bunu etmirdim. Çox, yəni böyük fasilələrlə 3 il, 4 il, 2 il keçdikdən sonra ara-sıra onunla görüşürdüm. Bugün müəllim və şagird mövzusuna toxunacağıq. Və düşünürəm ki, hər birinizin, burada oturanların hər birinin həyatında müəllimi olub. Elə deyilmi? Yəni ki, heç olmasa əlifbanı bizə öyrədənlər olub. Hətta bu bizim ailəmizin içindən olsa belə də onlar bizə müəllimlik ediblər. Yəni müxtəlif fənləri götürsək, həyatın müxtəlif sahələrini götürsək, hətta kimsə bizim dostumuz ola bilər və o dost da bizə müəllimlik edə bilər, mürəbbilik edə bilər. Və bugün müəllim və şagird mövzusuna toxunacağıq. Və Rəbbin şagird və müəllim münasibətlərinə baxışına nəzər salacağıq. Təbii ki, bütün müqəddəs kitabı nəzərdən keçirməyəcəyik. Kəlamın müəyyən bir parçalarına müraciət edəcəyik. Və digər bir səbəb, o röyadan başqa digər bir səbəb, adətən mart aylarında mən bunu xatırlayıram. Düz 24 il bundan qabaq, mart ayı idi, mənim həyatımda olan ikinci pastor, o xaricə getməli idi uzun bir müddət və mart ayında biz Bibliya araşdırması bir qrupu var idi. Biz həftədə, hər həftə yığışırdıq və kəlamı araşdırırdıq. Daha doğrusu o bizim üçün izah edirdi və bizim fikirlərimizlə maraqlanırdı oxuduqlarımız haqqında. Və birdən-birə mart ayında, dəqiq tarix yadımda deyil və martın ortaları idi və o mənə söylədi ki, bugün sən aparacaqsan bu bizim görüşümüzü və özü də kənara çəkildi və mən aparmalı oldum və indiyənə qədər xatırlayıram, orada 7 yaxud 8 adam var idi, onların hamısının adı mənim yadımdadır və o 7-8 nəfərdən ikisi də indi burada əyləşib və demək olar ki, mənim ruhani sahədə müəllimliyim elə bil ki, o dövrdən başlayır, yəni 24 il bundan öncə. Və mart ayında da ilk dəfə mən kafedraya çıxmışam, onu da xatırlayıram. O da 26 il bundan öncə olmuşdu. Və bu sadəcə bir giriş hissəsi idi şagirdlər və müəllimlər mövzusuna. Gəlin ayağa qalxaq və müqəddəs kitabdan bir parçanı oxuyaq.
Bu 2-ci Padşahlar kitabındandır. Rəbb İlyası qasırğa ilə göyə qaldırmazdan əvvəl İlyas və Elişa Gilqaldan getdilər. Onda İlyas Elişaya dedi, burada qal, çünki Rəbb məni Betelə göndərir. Elişa dedi, var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm. Onlar Betelə getdilər. Beteldə olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər, Rəbbin bugün sənin ağanı başının üstündən götürəcəyini bilirsənmi? O dedi, bəli, bilirəm, susun. İlyas ona dedi, Elişa burada qal, çünki Rəbb məni Yerixoya göndərir. Elişa dedi, var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm. Onlar Yerixoya gəldilər. Yerixoda olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər, bilirsənmi Rəbb bugün ağanı sənin başın üstündən götürəcək? O dedi, bəli bilirəm, susun. İlyas ona dedi, burada qal, çünki Rəbb məni İyardan çayının yanına göndərir. Elişa dedi, var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm. Onlar getdilər. Peyğəmbərlərdən 50 adam gedib uzaqda onların qarşısında dayandı. Onlar da İyardan çayının yanında dayandılar. İlyas cübbəsini götürdü və onu büküb suya vurdu. Su 2 yerə ayrıldı və onlar quru yerin üstündən keçdilər. Onlar keçəndən sonra İlyas Elişaya dedi, mən sənin yanından götürülməzdən əvvəl məndən bir şey istə. Sənin üçün nə edim? Elişa dedi, qoy indi səndə olan ruh 2 qat artıq məndə olsun. İlyas dedi, sən çətin bir şey istədin. Əgər sənin yanından götürüldüyümü görsən, səninlə belə olacaq. Yoxsa bu olmayacaq. Onlar danışa-danışa gedərkən qəflətən odlu bir araba və odlu atlar göründü. Onları bir-birindən ayırdı və İlyas qasırğa ilə göyə qaldırıldı. Elişa bunu görüb qışqırdı. Atam, ey atam, İsrailin arabası və atlıları. O İlyası daha görməyəndə öz paltarını götürdü və onu cırıb 2 yerə böldü. Sonra İlyasın əynindən düşən cübbəni götürüb geri döndü və İyardan çayının sahilində dayandı. İlyasın əynindən düşən cübbəni götürüb suya vurdu və dedi, İlyasın Allahı, Rəbb haradadır? O da cübbəni suya vuranda su 2 yerə ayrıldı. Elişa oradan keçdi. Yerixoda olan peyğəmbərlər onu uzaqdan görüb dedilər, İlyasın ruhunun gücü Elişanın üstünə döndü. Onlar Elişanı qarşılamağa gələrək önündə yerə qədər təzim etdilər. Bu, Rəbbin kəlamıdır. Amin. Xahiş edirəm, əyləşin. Müqəddəs kitabda gördüyümüz müəllim-şagird münasibətləri, dünyada gördüyümüz müəllim-şagird münasibətlərindən fərqlidir. Dünyadakı münasibətlərin təməlini hər iki tərəfin bu və ya digər mənfəəti əksər hallarda maddi mənfəəti təşkil edir. Dünyadakı şagird və müəllimlərin münasibətlərinin təməli belədir. Müqəddəs kitabı oxuduqda biz müəllimlər vasitəsilə yeni nəslin yetişdirilməsinin çoxsaylı nümunələrini görürük. Yadda qalan ən parlaq parçalardan birini biz indicə oxuduq. Hər zaman şagird və müəllim münasibətləri haqqında düşünəndə mənim yadıma bu parça düşür. Və gəlin şagirdlik haqqında düşünək. Şagirdlik haqqında düşünək. Şagird olmaq qərarı kimdən gəlir? Şagird olmaq
şagirdin özündənmi gəlir, yoxsa onu çağırandanmı gəlir? 1-ci Padşahlar kitabında 19-cu fəsildə belə bir yer var. İlyas oranı tərk etdi və Şafat oğlu Elişanı tapdı. O yer şumlayırdı. Önündə 12 cüt öküz var idi və özü 12-ci cüt öküzü sürürdü. İlyas Elişanın yanından keçəndə cübbəsini onun üstünə atdı. Cübbəsini onun üstünə attı. Çox maraqlı yerdir. Biz sonunda görürük ki, cübbə Elişada qalır. Elişa öküzləri qoyub İlyasın dalınca qaçdı və dedi, qoy gedib ata-anamı öpüm, sonra sənin dalınca gələrəm. İlyas ona dedi, geri qayıt. Mən sənə nə etdim? Elişa ondan ayrılıb, geri qayıtdı. Öz bir cüt öküzünü götürüb, onları qurban kəsdi. Öküzləri kötanın taxtaları ilə bişirib, ətlərini xalqa verdi və onlar yedilər. Sonra o qalxıb İlyasın dalınca getdi və ona xidmət etdi. Çox maraqlıdır buradakı şagird-müəllim münasibətləri. Düşünürəm ki, biz bugün dünyada demək olar bəlkə də heç yerdə müşahidə edə bilmərik. Baxın, öncədən oxuduğumuz bir parçada biz görürük ki, Elişaya yaxınlaşdıqda Elişa özünü elə bir səviyyəyə salmışdı müəlliminin yanında ki, onun müəlliminin götürüləcəyi, yəni yer üzündən götürüləcəyini söyləyən adamlar ona müəllimi üçün nə deyirdilər? Kim götürüləcək? Kim götürüləcək? 3 dəfə var idi oraya. Ağan götürüləcək. Baxın, şagirdin müəlliminə münasibəti necə olub ki, kənardakılar ona təkcə onun müəllimi kimi deyil, eyni zamanda Elişa özünü elə aparıb ki, İlyasın yanında, onlar dedilər, sənin ağan götürüləcək. Və indi oxuduğumuz bu ayələrdə də görürük ki, çağırış çağırandandır, çağırılandan deyil. Və bugün burada oturan hər birimiz düşünək, əslində hər birimiz şagird olmalıyıq. Hər birimiz şagird olmalıyıq. Yaşımızdan asılı olmayaraq, mən düşünmürəm ki, Elişanın yaşı elə kiçik idi İlyas götürüldükdə. Özümüzə sual verək. Mən kimin şagirdiyim? Ümumiyyətlə, mən şagirdəmmi? Dəxli yoxdur statusundan, yaşından, biliyindən asılı olmayaraq. Biz buna çağırılmışıq. Və biz görürük ki, Elişanı hardansa bir təhsil ocağından götürmür, hardasa digər bir iş, adi iş görürdü Elişa. Yer şumlayır. İsa da şagirdlərini, adi insanları çağırır. Kimləri çağırırdı? Kim idi onun şagirdləri? Balıqçı idi. Sonra kim idi onun şagirdi? Vergi yığan var idi. Allah qeyri-adi insanları şagird, çox zaman biz oxuduqda görmürük ki, o qeyri-adi insanları şagird edir. Yəni ki, bizim talantlarımız, bizim qabiliyyətimiz, bizim üstünlüklərimiz ona lazım deyil. Onun ehtiyacı yoxdur buna. Çünki o ehtiyacsızdır. Və xüsusi ənamlara malik olan insanları çağırmadı. Bəzən biz deyirik, mənim bu ənamım yoxdur, o ənamım yoxdur, mən danışa bilmirəm, mən oxuya bilmirəm, mən müjdəliyə bilmirəm və yaxud da ki, onu bacarmıram, bunu bacarmıram. Nə zaman bunu etdin ki və nəticəsini gördün ki, bacarmırsın? Rəbb yer şumlayan birisini götürür.
Rəbb balıq tutan birisini götürür. Rəbb hamının nifrət etdiyi, hamının salam vermədiyi bir insanları götürür və onları müjdəçiyə çevirir. Və Elişaya da baxdıqda, əslində İlyasla Elişanın münasibəti biz görəcəyik ki, rəmz olaraq Məsihə işarədir və onun həvarilərinə işarədir. Və biz görürük, şagirdlərdə də belə olmuşdu və Elişada da belə olur. O, sanki malik olduqlarını qurban kəsir və yeri şumladığını da yandırır və onlarla sanki geriyə yol yoxdur və hər bir şeydən imtina edir. Görürük biz bunu bugün. Çox hallarda görmürük. Şükürlər olsun ki, var belə insanlar. Mən tanıyıram belə insanlar və digər kilsələrdən də tanıyıram belə insanlar. Ancaq adətən biz deyirik ki, 2 öküzüm də qalsın, kötanım da qalsın. Sən mənə ikisini də ver. Və mən ondan sonra gedəcəm sənin dalınca. 4 öküzlə necə gedəcəksən? Çünki hər zaman şumlamaq sənin fikrində olacaq. Hər zaman fikrim onda olacaq ki, mənim 4 dənə öküzüm var, ikisini də Rəbb verdi mənə. Və mən bunları nə edirəm? Mən bunlarla yer şumlamalıyım. Və o səbəbdən də çağırılan insanlar çağıranın gözəlliyini, çağırana sevdadan o 2 dənəni də fəda edirdilər, 2 dənəni də qurban edirdilər ki, rahat geçsinlər. Çox zaman biz düşünürük ki, müəyyən bir mərhələ bir şagird olduq və təbii ki, şagird nə zamansa müəllim olmalıdır. Necə ki, biz zamanla evlad idik və bir zamandan sonra özümüz valideyn oluruq və yığdığımız, topladığımız təcrübəni evladlarımız böyüdürük o təcrübə ilə birlikdə. Və ruhani müəllim sadəcə bilik ötürən deyil. Biz bir neçə ay bundan əvvəl biz bu süni intellekt haqqında bir pastorla söhbət edirdik və deyirdik, baxın, indi o hər şey edə bilər. Çox şeylər edir, mahnılar bəstələyir. Deyir, mən sözlər yazıram ora, onu şeir formasına salır. Sonra şeiri atıran başqa bir süni intellektə o mahnı bəstələyir və mahnını da qoydu, mahnı da çox gözəldir. Və biz həmişə düşünmüşük ki, ruhani rəhbər sadəcə bir biliyin ötürücüsüdür. Yəni ki, bilikli olmalıdır, çox savadlı olmalıdır, yaxşı danışmalıdır. Ancaq sadəcə bilik ötürən deyil bu. Əsas ruhani rəhbərin əsas ötürdüyü xeyir-duadır, ruhani bir xeyir-duadır. Və ruhani bir bağdır. Bəlkə də o bağ, bəlkə də yox, əminliklə deyə bilərik ki, o bağ bizim üçün valideynlərimizə, imanı olmayan valideynlərimizə, imanı olmayan yaxınlarımıza, ailə üzvlərimizə bağdan daha üstündür, daha önəmlidir. Bu səbəbdən də biz qardaşlar görüşəndə deyirik ki, o bizim röyamıza gəlir. Sağlığında da, dünyasını dəyişəndən sonra. Yəni ki, bizim bağlılığımız var, ruhani bağlılığımız var. Onun bizim həyatımızda böyük bir əhəmiyyəti olub o müəllim. Xeyir-dua ötürəndir. Yəni ki, çox sadə bir dillə desək, ruhani xeyir-duaların qapısını açandır bizim üçün. Nə deyilib? Yer üzündə nəyi bağlasaz, o bağlanacaq. Nəyi açsaz, o açılacaq. Biz isə müəllimlərə ilk növbədə baxdıqda, bu mənim böyük qüsurlarımdan biri olub, həmişə çox tənqidi yanaşmışam mənə öyrədənlər. Həmişə sanki bir qüsur axtarışında olmuşam. Ancaq bizim fokusumuz onların bizim üçün bir qapı açan, göylərin qapısını açan bir insan kimi baxmalıydı onlara. Kəlamı oxuduqda biz bir mənalı şəkildə bunu görürük.
Və bir çox şagirdlər kamil olmayan müəllimlərdən gileylənirlər. Və mən də anlayıram ki, mən də kamil deyiləm. Mən etiraf edirəm bunu. Demək olar ki, hər həftə kafedraya çıxdıqda, əgər qürurdan danışırıqsa, deyirəm qürurluyam. Digər bir qüsurdan danışırıq. Deyirəm, bu məndə var. Şəxsi söhbətlərdə də. Və biz isə kamil bir müəllim axtarışındayıq. Biz anlamalıyıq ki, Allah şagirdin yoluna, yəni ki, Allah sənin yoluna, hər birinizə bunu əminliklə deyirəm, Allah sənin yoluna kamil olmayan bir müəllim çıxarır. Aramızda kim deyə bilər ki, mənim müəllimim kamil olub, mənim ruhani müəllimim kamil olub? Heç birimiz deyə bilmərik. Və kamil olmayanı qəbul etməklə şagird kamil olan Rəbbi qəbul edir. Bu sən demə bizim bir sınağımızdır. Kamil olmayan müəllimi qəbul etməklə sən kamil olanı qəbul edirsən. O onun rəmzidir, onun simvoludur. O yüzden mən demirəm ki, biz xilasımızı itiririk. Yox. Biz həyatımızın keyfiyyətini, biz bir çox xeyir dualarımızı əldə edə bilmirik. Asiliyimizə görə. Kəlamda belə bir yer var və bu yerə biz müəllimləri də daxil edə bilərik. Gözlə gördüklərimizə münasibətlə, gözlə görünməzə münasibətimiz bəlli olur. Gözlə görünənə münasibətimizlə, gözlə görünməyənə münasibətimiz bəlli olur. Beləliklə, müəllim bizim yolumuzda xeyir-duanın və ruhaniliyin ötürücüsüdür. Bizim ruhani müəllimlərimizin, ruhaniliyin ötürücüsüdür bizim həyatımızda. Hər birimiz demək olar ki, bu sahədə büdrəmişik və yıxılmışıq. Rəbb onu ötürücü təyin edir. Təxmini mən 11 il idi xeyir-dua alıb kilsədən çıxmışdım və digər bir kilsədə xidmət edirdim. Yəni bu kilsədə xidmət edirdim. Və bu röyalar ara sıra məni düşündürürdü və mən fikirləşirdim ki, mən xeyir-dua alıb kilsədən çıxmışam. Yəni pastorum mənə xeyir-dua verib. Mən xeyir-dua ilə çıxmışam. Ancaq onun ürəyində bir incikliyin hələ də olduğunu, müəyyən bir yerlərdə görüşdükdə, söhbətlərində yenə də incikliyin olduğunu bilirdim. Mən deyirdim, Rəbb, mən bilirəm ki, mən əminəm ki, sənin xeyir-duanla mən xidmət edirəm və əminəm ki, o da mənə xeyir-dua verib. Çünki bu şahidlərin içində olub. Bəs onun ürəyində nəyə görə bu hələ də var? Müəyyən bir inciklik var. Və mən belə bir hiss etdim ki, bir misal var. Bir misal var, mövzuya aidiyyatı yoxdur. Bir gün bu misalı mən yaxınlarıma tez-tez danışıram. Bir gün padşah yuxu görür və yuxu yozanları çağırır və deyir, yuxumu yozun. Və yuxu yozan onun yuxusunu yozduqda deyir ki, padşah sağ olsun, tez bir zamanda öləcəksən. Yaxın zamanlarda öləcəksən. Və padşah deyir, vurun bunun başını. Və onu edam edirlər və sonra ikinci yuxu yozanı çağırır. İkinci yuxu yozan da bilir ki, birincisinin başını kəsiblər. O ona yuxusunu danışır və yuxusunu yozmalı olduğunu bilir və deyir ki, padşah sağ olsun, sən atandan çox yaşayacaqsan. Sən babandan da çox yaşayacaqsan. Sən ümumiyyətlə həyatın belə mənalıdır, hər şey yaxşıdır. Ancaq mövcud olan qohumlarımın arasında
Onların arasından birinci sən bu dünyadan köçəcəksən. Və padşah deyir ki, xəbər həmin xəbərdir. Xəbər həmin xəbərdir, ibarələrdə fərq var. Hədiyyəsini verin, yola salın. Eyni addımı, eyni mesajı müxtəlif tərzlərlə etmək olar. Və bu mənə o kilsədən ayrıldığımdan, yəni ki, müəllimimdən ayrıldığımdan 11 il sonra bu mənə çatdıqda, mən həmən, indi də yadımdadır ki, mən haradaydım, həmən giyindim və getdim onun yanına. Özümüzə sual verək, mən şagird olmuşam, şagird olduqda mənə öyrədən insanda nə var idi ki, o məni cəlb edirdi? Bizi ruhaniliyi mi cəlb edirdi? Səndə olan ruh 2 qat məndə olsun. Müasir şagirdlik və xidmət bilik üzərində qurulub. Yəni biz yaxşı müəllim kimə deyirik? Hansının ki, başı doludur, çox oxuyub, savadı çoxdur. Ancaq İlyasın həyatına biz baxdıqda nə görürük? Əməli çoxdur, həsr olunma çoxdur, fədakarlıq çoxdur. Bu da müəllimin kriteriyaları. Və müasir kilsə xidmətində, şagird-müəllim münasibətində xidmət bilik üzərində qurulub. Biz kimisə ötmək, kimisə geridə qoymaq istədikdə daha çox bilik toplamaq qərarına gəlirik. Biz fikirləşirik ki, mən digərindən yaxşı xidmət etmək üçün mən daha çox oxumalıyam. Daha çox bilməliyəm, seminariyanı bitirməliyəm, dərəcələrim olmalıdır. Bilik bir məsihçiyə xidmət üçün lazım olanların siyahısında heç də ən vacib bir yeri tutmur. Və ruhani olan Elisha bunu bilir. Nə üçün Elisha Allahdan istəmir bu ruhu? Çox maraqlıdır. Elisha bu ruhu Allahdan istəmir. Məntiqlə o Allahdan istəməlidir, çünki bu Allahın ruhu idi. O İlyasdan istəyir. Yenə də münasibət. Müəlliminin ucalığını. Nə üçün biz müasir müəllimləri İlyasla bərabər tutduqda biz deyə bilərik, mənim müəllimim yaxşı deyil, mənim müəllimim İlyas kimi deyil. Ancaq İlyas da ümumilikdə götürdükdə ideal deyil. Müqəddəs kitabı oxuduqda biz İlyasda nə görürük? Birinci, onun həyatı haqqında oxuyanda qorxaqlıq. Çünki İlyas bir zaman qaçırdı, düz deyil. Qaçırdısa demək qorxurdu. Qaçırdısa demək qorxaqlıq var idi onun həyatında. Biz isə istəyirik, mənim müəllimim heç zaman qorxaq olmasın, qorxmasın. Yəni, belə bir qüsuru vardı İlyasın. İzəveldən qaçırdı. İlyas depressiyaya düşürdü İlyas. Biz depressiyaya düşən insana zəif kimi baxırıq. Sən necə Allaha inana, Allahın varlığına, külli ixtiyarlığına, hər şeyə qadir olduğuna inanaraq sən depressiyaya düşürsən. Biz zəif kimi baxırıq. Hansı İlyas depressiyaya düşür? İlyasda özü haqqında yüksək fikir var idi. Yəqin ki, İlyasda qürur da var idi. Ne üçün? Oxuduqda biz görürük ki, İlyas Peyğəmbər nə deyir? Nə deyir? Mən tək qalmışam. Mən tək qalmışam deməkdir ki, mənim kimisi yoxdur. İlyas bunu özü haqqında deyir. Yəni ki, mənim kimisi yoxdur, deyir, mən tək qalmışam. Qalanların içində mənə bənzəri yoxdur. Yəni ki, mən hamısından üstünəm. Və özünü doğru olan insan kimi görməsi. Və eyni zamanda biz görürük ki, İlyas nə edirdi? Özünə yazığı gəlir. Özünə yazığı gəlir. Elisha bilirdi ki, İlyas, yəni müəllimi Allah onun həyatına təyin edib. Biz də bunu bilməliyik. Varmı belə münasibət bizdə?
Ümumiyyətlə, belə münasibətin olması üçün ilk öncə bizim müəllimimiz olmalıdır. Varmı mənim müəllim? Bu sualı verir bizə. Xeyir-dua və məhz həyatımıza Rəbbin təyin etdiyi ötürücülər, müəllimlər və rəhbərlər vasitəsilə gəlir həyatımıza. Bu dəqiqə protestantlıqda demək olar ki, bu fikir inkar olunur, qəbul edilmir. Və biz deyirik ki, Məsihlə pərdə götürülüb aramızda, birbaşa biz xeyir-duanı ondan alırıq. İlyasın Elisha ilə münasibəti Məsihin şagirdləri ilə olan münasibətini xatırladır və onun rəmzidir. İlyasın qeyd olan zamanda Elishaya 2 qat güclü ruhu verməsi Həvarilərin İşləri kitabında Məsihin şagirdlərinə müqəddəs ruhu verməsini xatırladır. Məsih də şagirdlərinə mənim etdiyimdən daha artıq edəcəksiniz deyir. Necə ki, İlyas artığını Elişaya verir. Həqiqi şagirdlik sadəcə öyrənmək deyil. Həqiqi şagirdlik sadəcə başı şişirtmək deyil, savadlanmaq deyil, biliyə yiyələnmək deyil. Məsihin ruhunu alaraq onun həyatını və nümunəsini nümayiş etdirməkdir. Nümayiş edirikmi biz bunu həyatımızda? Evladlarımız görürmü bunu? Yaxınlarımız görürmü bunu? Qonşularımız görürmü bunu? Həqiqi şagird-müəllim münasibətlərində daha bir gördüyümüz xüsusiyyət bu parçada sadiqlikdir. İlyas 3 dəfə Elişaya məni tərk et deyir. Elişa isə müəllimini tərk etmir. Bəs sən necə? Bizə ruhani işlər darıxdırıcı, mənfəətsiz görünə bilər. Nə fayda var bu ruhani işlərdə? Sona qədər sadiq qalan Elişa xeyir-dua alır. Yəhya müjdəsi 6-cı fəsildə eyni şəkildə İsa'nın da şagirdləri ilə davrandığını görürük. Necə ki, İlyas deyirdi, gedə burada qal, məni tərk et. Məsih də eyni şeyi şagirdləri ilə edir. Mən Yəhya müjdəsi 6-cı fəsil 60-cı ayəni oxuyacağım və 66-68-ci ayələri oxuyacağım. Şagirdlərdən bir çoxu bu sözləri eşidəndə dedi, bu söz qəlizdir. Bu söz qəlizdir, bunu kim anlaya bilər? Bir dəfə belə bir söz eşitmişəm. Ağıllı insanlar qəliz danışır. Ağıllı insanlar çətin danışır. Və Məsih də qəliz danışır. O qədər qəliz danışırdı ki, şagirdləri də ətrafında olan insanlar da anlamırdı. Şagirdlərindən bir çoxu bu sözləri eşidəndə dedi, bu söz qəlizdir, bunu kim anlaya bilər? Bunlardan sonra şagirdlərin çoxu İsa'dan ayrılıb, daha onunla gəzmirdi. Onda İsa 12 şagirdə dedi, yoxsa siz də məni tərk etmək istəyirsiniz? Şimon Peter ona cavab verdi. Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyənsiniz. İlyasla Elişanın hekayəsi Məsihlə şagirdlərinə işarədir. Yalnız bu sınaq olan münasibətlərdən keçən şagirdlər dolğun şəkildə tapşırıq alıb onu yerinə yetirə bilirlər. Yəni, şagird-müəllim münasibətləri bir idilliyə deyil, bu bir sınaq dövrüdür. Həm şagird üçün, həm müəllim üçün. Şagirdlik sınağından sadiqliyi ilə çıxan Elişa müəlliminin getməsi ilə ondan qalan cübbəni götürüb, yardana vurub möcüzə göstərərək xidmətinə başlayır. İsa'nın şagirdləri də Məsihin getməsi ilə gələn ruha bürünərək xidmətlərini başlamışlar. Məsih sadiqliyi öyrənmiş şagirdlərinə gedin bütün xalqları öyrədin deyir. İndi qardaşlar və bacılar, bugün bu mesajı eşitdikdən sonra çox istərdim həyatınıza nəzər salasınız. Müxtəlif sahələrdə sizin müəllimləriniz olub və ruhani yolçuluqda da sizin hökmən müəlliminiz olub. Əgər siz buradasınızsa, sizin müəlliminiz olub, bir ruhani rəhbəriniz olub, bir pastorunuz olub. Və
Düşünün, mənim münasibətlərim necə olub? Necədir hal-hazırdakı vəziyyətdə? Mənim ruhani müəllimim ilə indiki münasibətim necədir? Mən 10 il, 11 il sonra yenidən xeyir-dua üçün, xeyir-dua aldığım insandan yenidən xeyir-dua almaq üçün ona başqa sözlərlə yaxınlaşmışdım. Və o mənə bir daha xeyir-dua vermişdi. Biz anlamalıyıq ki, bizim həyatımızda ən vacib bağlardan biridir. Bizim ruhani müəllimlərimizlə olan bağlar ən vacib bağlardan biridir. Bizim bir məsihçi kimi keyfiyyətli bir həyat yaşamağımızın təməlidir müəllimlərimizlə olan münasibətimiz. Və bizim gələcəkdə xidmətimizi müəyyən və təyin edən amillərdən biridir. Ola bilsin ki, sən 5 ildir, 10 ildir imanlısan və hələ də xidmət etmirsən. Geri dön, arxaya bax. Bəlkə də bu, müəlliminlə pozulmuş münasibətlərin nəticəsidir. Xahiş edirəm, keçmişə baxaq, bugünkü vəziyyətimizə baxaq və bu şagird-müəllim münasibətləri haqqında düşünək və əgər burada bir problem görürüksə, bunu həll edək və öz qərarlarımızla, öz baxışlarımızla və gələcək xidmətimizlə Rəbbə izzət gətirək. Amin.